Hər şey bitdi. Səni torpağa qoydular və getdilər. Ayaq səsləri uzaqlaşır. Sən isə qaranlığın içində tək qaldın. Qışqırmaq istəyirsən, amma səsin çıxmır. Torpaq səni sıxır, sinən daralır, qorxu bütün ruhunu bürüyür. Bu sadəcə bir məzar deyil, bu sənin əməllərinin ilk hökmüdür. İmam Əli əleyhissalam buyurur, qəbir ya cənnət bağlarından bir bağdır, ya da cəhənnəm çuxurlarından bir çuxur. İndi isə sual budur, sən hansı üçün hazırlaşdın? Orada səni nur qarşılayacaq, yoxsa qaranlıq, tənhalıq və əzab? Vaxtın tükənir, ölüm gözləməz və qəbir artıq sənə doğru gəlir.